Dedim onu eləməyin, dedim onu kəsincə məni yarıcan eləməyin, öldürün də məni. Biləsuvarda baş verən namus cinayəti eşidənləri dəhşətə gətirir. Ağalı kənd sakini Ruslan Mehrəliyev qardaşı arvadından şübhələndiyi üçün onu izləyib. Baş verənlər onu haqlı çıxarıb və o digər qohumları ilə birlikdə gəlinlərini evində Loğman Babayev adlı oğlanla görüşərkən tutub. Qohumlar namus məsələsinə görə Loğman Babayevi təxminən 3 saat döyüblər. Sonda isə onun əsas cəzasını veriblər. Onlar gizləndiyi yatağın altından çıxan 23 yaşlı namus düşməninin cinsi orqanını kəsiblər. Dəhşətli hadisə ilə bağlı polisə məlumat verilib. Əraziyə gələn təcili yardım maşını onu xəstəxanaya aparıb. Ancaq çox qan itirdiyindən o Bakıdakı xəstəxanalardan birinə gətirilib və dərhal əməliyyat edilib. Bu əməliyyatın əsas mahiyyəti penisin təkrar olaraq yerinə tikilməsi, yəni tibbdə reimplantasiyası, damarların, sinirlərin təkrar yerinə tikilməsi və kəsilmiş, zədələnmiş travmaların bərpası əməliyyatı adlanır. Əməliyyat uğurlu həyata keçirildi. Hal-hazırda əməliyyatdan 3 gün keçir və xəstənin cinsət orqanının özünün vəziyyəti stabildir. Xəzər xəbərin xəstəxanada çəkdiyi 2 uşaq atası Loğman Babayev həmin qadınla əxlaqsız münasibətini etiraf edir. Neçə ayda getdiyim yer idi. 2 ay, 3 ay, 5 ay belə də gəlib gəlirdim o qadın yanına. Evə girəndə gördüm ki, səs gəldi. Qız dedi ki, kimsə gəldi. Gizlənsən. Loğman Babayev onu döyənlərdən hətta öldürülməsini də istəyib. Çox yalvardım, ağladım. Onu kəsmə. Başımı kəsin, ölüm. Amma onu kəsməm və yerə kəsirlər. Cinsi orqanının isə qadının qardaşı tərəfindən kəsildiyini deyir. Biləsuvar polisi isə hadisə ilə bağlı hələlik bir nəfəri saxlayıb. Birini tutublar, amma o da ki, o onu kəsən deyil. Onu kəsənin adı Kazımdır. Qızın qardaşıdır, bəli, o idi.